Farsı məmləkəti, 3 cütbü tək Məsihi erməni, özdə ortodoks Məsihilər ki, onların dilində İslam cəmiyyətinin qanı halaldır. Onların dilində mədrəsə var heç, qoluqıçı açıq qızlar gedər öz mərasimi keçirdər heç, ərağı, şarabı, içkisi azaddır heç, amma 40 milyon Azərbaycanlıya heyvan müamiləsi yapar. Dilin qadağanlar İsfahan 2% maliyyət verər, Təbriz 19%. Və bizim öz millətimiz sadəcə olaraq deyir ki, rəsmi dil olsun, mən biri-birinə nəcür danışacaq. Bu rəsmi dili kim intixab edib ki, fars olsun? Məgər farsın cəmiyyəti nə qədirdir ki, o dil gəlib orada hakim olub? Üstəlik, hangi referendum qurdular? Mənim dədəm babam getdi intixabat qoydular, icazə verdi ki, fars dili rəsmi dil olsun. Xeyr, belə bir şeylər olmayıb. Əgər olubsa, siz o tarixi mənə görsədin, mən gedim soruşum, görüm, ha vaxt bizim ata-babalarımız rəy verib, bu naqis, əqim, fars dili rəsmi dil olsun. Məmləkətdə istəyir ki, rəsmi bir dil olsun, hamı bir-birinə irtibat qursun. Afganistanın, Hindistanın bir quşəsindən ərəbcədən oğurlanıb, quraşdıran fars dili niyə rəsmi olsun? Hər kəsin nüfusu çoxdur, məmləkətdə hangi nüfus çoxdur, o bir rəsmi dil olar. O bir etniklər, milliyyətlər də öz dillərini devlətin həzinəsindən özü oxuyar. Düz demirsə, farsınki olmur, amma Azərbaycan türkçəsi olsun rəsmi dil. Yox, onu da qəbul eləmir, dünyaya mı açılmaq istəyir? İngiliz dil olsun da, mən 5 dənə dili ana dilim kimi danışaram. 5 dənə dili öz ana dilim kimi danışarım. İndi siz cənab buyurun görün, bir millətin ki siz deyirsiniz ki mənim dilimi qadağan eləməyiblər. Siz buyurun mənə tozih verin görün, sizin diliniz nədir? Hangi İranda, hangi rəsmiyyətli bir yerdə yazılırsınız? Hangi nüfusda sizin adınızı türk qoyublar? Heç sizin mənə kimliyinizi, mənə İran qəbul edir ki, hələ bir də sizin dilinizi qəbul edir. Hangi Amarda deyiblər ki, İranda türk yaşayır.